Kəndi 32 ildir qazsızdır. Sakinlər bildirir ki, məcburiyyətdən odundan istifadə edirlər. Ancaq odunun da qiyməti xeyli bahadır. Bəs kəndə nə vaxt qaz veriləcək? Ətraf kəndlərdə mavi yanacaq var, bu kənd isə hələ də qazsızdır. Söhbət Şəkinin Aşağı Daşağıl kəndindən gedir. Kənddə 150-yə yaxın ailə yaşayır. Ötən əsrin 90-cı illərində bu kənddə təbii qaz olsa da, o vaxtdan indiyə kimi sakinlər qaz görməyib. Sakinlərin sözlərinə görə Aşağı Daşağıl kəndində 90-cı illərdə qaz olub. Ancaq kənddə qalan qaz xətti yalnız asfaltın altında qalan, bax bu borudan ibarətdir. Kənd sakinləri deyir ki, hazırda 1 metr odunun qiyməti 20-30 manata satılır ki, belə olan halda bir maşın odunun qiyməti 500 manata çatır. Bir ailəyə isə qışı çıxartmaq üçün 2-3 maşın gərəkdir. Bizdə ən böyük problem bu saat qaz problemidir. Odun bu günləri yerdən çıxma elə belə xortdaq deyirlər, bir şeydir. 220 manata onu alırıq. O da nə yarmaq olmur, nə toplamaq olmur, çox qurudur, yəni köhnədən qalan yerdən çıxarılan şeylərdir. Xəstə atam var, xəstə anam var, tembol uşağım da xəstədir. Bugünkü günə kimi hara getmişəm, qardaş odun gətirməyə. Bugünlə özüm geyib gətirə bilmirəm. Bugünlə bizdə daş alqışlarında odun 500 manatdan aşağı deyil. Biz də digər kəndlər kimi kəndimizdə qazın olmasını istəyirik. Çünki burada kənd cəmaatının başqa bir fəaliyyəti yoxdur. Yəni hamısı mal, heyvan, təsərrüfatla məşğuldurlar. Odunun da metrəsi yəni 25-30 manat aralığındadır. Azəriqaz İstehsalat Birliyindən Xəzər xəbərə bildirilib ki, Aşağı Daşağıl kəndin qaz məsələsi növbəlilik əsasında həll olunacaq. Regionların qazlaşma prosesi mütəmadi olaraq davam etdirilir və bu Sokar Azərqaz İstehsalat Birliyinin öz imkanları, daxili resursları hesabına həyata keçirilir. Bu baxımdan mərhələlik prinsipi qorunur. Söz gedən kəndin də qazlaşması təbii ki, birliyin gündəmindədir. Növbəti mərhələlərdə o kəndin də qazlaşması reallaşacaq. İndi kənd sakinləri onlara növbənin çatmasını gözləməlidir. Rəhman Həkimzadə, Vüqar Bəşirov, Qulam Mirzə Səfərli, Xəzər xəbər.